Salam, xoş gördük. Mən Nüfər Həsənova. Deməli, Codera Test Bankında Python proqramlaşdırma dilinə aid olan belə bir sualın izahına baxaq. Sual bu formadadır. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, burada A siyahısı verilmişdir. Və for I in range 0-dan len aya, yəni ki, burada len siyahıda neçə element var, onu müəyyənləşdirir. Burada 5 element var, yəni 0-dan 5-ə kimi və indeksə görə müraciət olacaq range olduğuna görə. Və burada nömrələyək 0, 1, 2, 3, 4. Deməli, birinci, I gəlib 0 alanda K bərabərdir A 0. 0-cı element nədir? 1-dir. Sonra A 0 bərabərdir A count. A deməli 0. Üzərinə gəlsin A index. Deməli A 0. Deməli, burada nə olacaq? Birincini çox açıq formada yazıram. Qalanlarını bir dəfəli yazacağım. Deməli, burada A0-cı elementimiz nədir? 1-dir. Deməli, 0-cı element 1-dir. Burada 1-in neçə birimiz var burada? 1 ədəd, yəni bir count sayır. Məsəl üçün, 1 ədədinin rəqəmindən 1 ədəd var. Və 1-in indeksi 0-dır. Bu 1 olacaq. Sonra A0 bərabərdir. A0-ın üzərinə gələcəksən K-nı. Yəni 1-in üzərinə 1 gələcəksən, olacaq 2. Deməli, 0-cı elementimiz artıq yeniləndi, 2 oldu. Deməli, sonra ikincisi, I bərabərdir 1 olanda, K bərabərdir A1, yəni birinci elementimiz 2-dir. A1 bərabərdir. Deməli, birinci elementin sayı 2 dənədir. İndeksi, birinci rast gəldiyi indeks 1-dir. Bu olacaq 3. Və A1 bərabərdir. A1-in üzərinə, yəni 3-ün üzərinə gələcəksən 2-nə. Bu olacaq 5. Deməli, birinci elementimiz də 5 oldu. Sonra üçüncüsü. Gəl müraciət edir 4. Deməli, I bərabərdir 3-ə müraciət edəcək. Deməli, daha doğrusu 2-yə. I bərabərdir 2-yə müraciət edir. Deməli, K bərabərdir. İkinci elementimiz 4-dür. Sonra A2 bərabərdir. Yəni, ikinci element burada. 4-ün sayı 1 ədəddir. 4-ün indeksi 2-dir. Bu olacaq 3. A2 də bərabərdir. 4 ilə 3-ün cəmi olacaq 7. Deməli, bu sual, deməli, ikinci element 7 oldu. Sonra I bərabərdir 3 olanda K bərabərdir. Üçüncü elementimiz 3-dür. Üçüncü element dəyişəcək. Deməli, 3-ün sayı 1-dir. İndeksi 3-dür. 4 olacaq. Və 3 ilə də 4-ün cəmi olacaq 7. Deməli, bu dəyişdi. 7 oldu. 5-ci, I bərabərdir 4 olanda K bərabərdir. 4-cü element 2-dir. Artıq 2-nin sayı A4 bərabərdir. Deməli, burada 2-nin sayı 1-dir. Və burada 2-nin indeksi 0-dır. Daha doğrusu 2-nin sayı 2-dir. Artıq burada 2 dənə element var da. Və indeksi də, baxın, bura birinci rast gəldiyi 2-nin indeksinə müraciət edir. Yəni 0-a burada bir incə məqam var. Sonra A4 bərabərdir. 2-nin üzərinə gələcəksən K-nı, yəni 2-ni. Bu olacaq 4. Burada yeniləndi, oldu 4. Və cavabımız burada 2, 5, 7, 7, 4 cavab oldu deməli. Sualın izahı ilə bağlı nəsə qaranlıq məqam olsa rəy bölməsinə yaza bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.